Salam ya. Bugün size arkamda görmüş olduğunuz farmı necə düzəltmək onu göstereceğim. Bir gün gitmeden evvel bunu qeyd eləmək istəyirəm ki, bütün malzemelerinizi götürürsünüz, onu başa salacağım. Burada prototip farmlar bitməyiblər və daha çox uzatmayaq deyirəm. Videoya keçək deyirəm. Əvvəlcə bu mexanizmanın necə işlədiyini öyrənməliyik. Sağ ol. Bunu bura qoysaq, əslində normalda qoymursunuz. Bu öz böyük 3 blok olur. 3 blok maksimum boyutudur. Yəni incələmənizə ehtiyac yoxdur. Oradan su ilə gəlir və bura girir. Bu hunidən də sandığa keçir. Bəs necə oldu bu? Bunu bura qoyulduğunu görən kimi buradan sinyal ötürür. Bu sinyalda bu altdakı pistonun işləməsinə səbəb olur. Bu piston da onu qırır və aşağı itələyir. Bu da şeyə səbəb olur. Bir də oradan birim ver. Belə qaytaraq. Neyse. Belə mexanizmasını başa saldım. Sonra çok basittir bu arada. Nether'a getməlisiniz bunlardan yığmaq üçün. Redstone yığmaq üçün də normal madenlərə gedə bilərsiniz. Dəmir də lazım olacaq. Onlar da madenlərdə tapıla bilər. Redstone'lar və o bizə bunu düzəltməyə kömək edəcək. Həm də redstone sonra daha da lazım olacaq mexanizmada. Burada piston düzəltməyi göstərir. Burada redstone və yenə dəmirə ehtiyac olan yer buradır. 16 dənə düzəltməlisiniz. Həm bundan, həm də redstone'dan. Bəs bu farmı necə düzəldirik? Onu da göstərim. Bu arada şəkər kamışlarını hamı bilir, bilməyənlər üçün belə göllərin qırağından tapıla bilir. 8 dənə olmur mütləq, amma siz nə qədər tapsaz o qədərin qırın və farma gətirin, özü orada çox olacaq. Nə deyirəm? Birinci belə bir yer düzəldirsiniz. Aralarında 3 blok boşluq olur və 2 blok belə çıxırsınız. Mərdivan kimi. Və buranı qırırsınız. 8 blok olmalıdır bu arada. 8 blok. Və su götürürsünüz. Bəli. Su toplama sisteminə lazım olacaq. Yenə deyirəm. Toplama sistemi də belədir. Bilməyənlər üçün Huni'nin bir problemi var. Əvvəlki sürümlərdə ən yaxındakı sandıq bloğuna bağlanırdı. Amma indi nəyin üstünə qoyursunuzsa o bloğa bağlanır. Yəni bu torpaq bloğuna bağlanır bu dəqiqə. Bəs sandığa bağlamaq üçün nə etməliyik? Bura gəlib əyilməlisiniz və belə qoymalısınız. Yoxlayın sonra. İşləyir gördüyünüz kimi. Bununla qırın və beləcə farmın toplama sistemi hazırdır. Sonra şeker kamışlarını koyuyorsunuz. Suyun qırağına koyuyorsunuz. Bu suyun bir tane de işlevi var ki, şeker kamışları ancaq suyun qırağına qoyula bilər. Məsələn, mən hər hansı bir yerə bunu qoya bilmirəm. Bu farm həqiqətən çox yığcam və çox işə yarayan bir farmdır. Şeker kamışının nə işə yaradığını bilmirsinizsə, yəqin Minecraft oynamamısınız. Sizə şeker verir, hansı ki iksir düzəltmək üçün lazımdır və kağız da düzəldə bilərsiniz şeker kamışlarından. Bu da büyü masası düzəltməyə də kitablıq düzəltməyə lazımdır. Kitablığın nə işə yaradığını bilmirsinizsə, həm dekorasiya üçün yaxşıdır, həm də büyü masasının verdiyi büyülərin səviyyəsini artırır, gücünü artırır. Belə pistonları bura qoyduqdan sonra
Sonra redstone'ları qoyursunuz. Bu cürə düz xət olmalıdırlar. Pistonların üstündən keçirmirsiniz ha. Sadəcə yanlarından qoyursunuz. Və gəldik ən əyləncəli qismlərə, farmın bitişinə. Şəkər kamışları olan tərəfin əks istiqamətdə gəlirsiniz və bu gözləmir. Yani orada bir şey. Farm bitip bu arada. Orada bir şey koyanda ve gördüğünüz gibi. Düzeltmesi çok asandı bu farmı. Bir daha da göstererek necə işlədiyini. Kemik tozuyla mesela. Avtomatik bu onsuz ki böyüyür və böyüyəndə normaldır. Bu da onu qırır. Endişələnməyinizə gərək yoxdur. Onsuz ki maksimum 3 blok böyüyür. 4 blok böyüməsi də nadir hallarda görülən bir şeydir. Belə yığılır. Farm bu qədərdir. Yəni Redstone ustalığının birinci bölümüydü. Daha çox belə videolar istəyirsinizsə like atın. Abone olun və salamat qalın. Sağ olun, salamat qalın.